Kollecin 3-cü kursunu bitirmişdim. Xalam nəvəsinə İstanbulda sünnət toyu edirdi. Bizi də kirvə tutmuşdular. Həmən vaxtı mən də getdim. Orada bir oğlan gördüm, xoşuma gəldi. Xalam qızı və xalam vasitəsilə danışdıq. Oğlan mənə 30 yaşım var demişdi. Mənim də həmin zaman 19 yaşım var idi. Yaşım böyük olsa da sənə həmişə yol göstərəcəm, yanında olacağam. Biz bir ay danışandan sonra elçi gəldilər. Atam vermək istəmirdi. Bir ay mənimlə danışmadı. Məni çox manipulyasiya etmişdi. Mən də aldanmışdım. Sən demə narsist demiş. Üzüyü qaytarmaq istədim hər dəfə. Özünü yazıq kimi göstərib ailələri araya qoydu. Dedilər evlən düzələr. Qız toyum olanda yaxa düyməsinə görə mənə əl qaldırdı. Həmin vaxtda toydan getmək istədim. Anası bacısı gəlib yalvardı. Atam, anam və mən də keçdim. Oğlan toy günü xalası anamla dava etdi. Köçdüm çox peşman şəkildə. Toydan 2 həftə sonra getdi İstanbula. Mən də təhsilimə davam etdim. Pul çatdıra bilmirdim. Başqalarına yazı yazırdım. Atam hər dəfə pul göndərdikcə anası məndən xəbərsiz zakaz paltarlar tikdirirmiş. Təhsilim üçün verilən pula qızının kredit borclarını ödəmək üçün kömək edirmiş. Evə nə alınsa nəvəmindir deyib qızının uşağına saxlayırdı. Hamilə olanda ürəyim mandarin istədi. Nəvəmindir, əlini vurma dedi. 2 aylıq hamilə idi. Qızı və bacıları ilə məni döyüb evdən qovdular. Nədir oğlu ilə dalaşmışdı. Sonra təhsilimi başa vurub İstanbula getdim. 5 aylıq hamilə idim, xəyanətini tutdum. Nə sən kimsən, əlinə telefon alırsan və mənə əl qaldırdı. Mən də getdim anamgilə. Sonra